Bayıl qəsəbəsində yerləşən və bir zamanlar əfsanələrə bürünmüş Bayıl həbsxanası, başqa adı ilə Səlyan kazarması. Bu bina təkcə daş divarlardan ibarət deyil. Burada yüzillər boyu iztirab, əzab və sirli hadisələr baş verib. Bayıl həbsxanasının tarixi 19-cu əsrə gedib çıxır. Çar Rusiyası dövründə hərbi kazarma kimi inşa edilsə də, sonradan həbsxana kimi istifadə olunmağa başladı. O zamanlar bu həbsxanaya düşmək demək olar ki, ömürlük azadlıqdan məhrum olmaq demək idi. Bura əsasən siyasi məhbuslar, inqilabçılar və məxfi cinayətkarlar üçün nəzərdə tutulmuşdu. Deyilənlərə görə Bayıl həbsxanasının kameraları soyuq, nəm və havasız idi. Məhbuslar dar, qaranlıq küçələrdə saxlanılırdı. Bəzi mənbələrə görə burada gizli işgəncə odaqları olub. Tarixi sənədlər göstərir ki, 20-ci əsrin əvvəlində bolşevik inqilabçıları da burada saxlanılıb. Həbsxananın divarları cızılmış yazılar və məhbusların istirab dolu məktubları ilə dolu idi. Bəzi insanlar buradan heç vaxt çıxmamışdı. Bu yer haqqında müxtəlif qorxulu əfsanələr var. Yerli sakinlərin dediyinə görə həbsxana tərk edildikdən sonra gecə vaxtı qəribə səslər və qışqırıqlar eşidilir, bəziləri hətta kölgəvari silüetlərin də qaranlıq divarlar arasında dolaşdığını iddia edir. Ən məşhur əfsanələrdən biri isə itkin düşən məhbuslar haqqındadır. Deyilənə görə bəzi məhbuslar buradan heç bir iz qoymadan yoxa çıxıb, onların taleyi hələ də naməlum olaraq qalır. Sovet dövründə həbsxana artıq istifadə olunmurdu. 2000-ci illərə qədər isə bina tamamilə baxımsız vəziyyətə düşdü. Təbii eroziya və torpaq sürüşməsi nəticəsində həbsxananın böyük hissəsi Xəzər dənizinə uçdu. Bu gün Bayıl həbsxanasının yalnız bəzi qalıqları var. Onun divarları və keçmişi isə sir olaraq qalır. Bura Azərbaycanın ən unudulmuş və mistik yerlərindən biridir. Bayıl həbsxanası təkcə bir bina deyil, tariximizin qaranlıq və sirli səhifələrindən biridir. Hər divarı bir məhbusun əzabını danışır. Onun xarabalıqları bu gün bizə keçmişin səsini pıçıldayır. Əgər bu cür sirli və unudulmuş yerlər haqqında daha çox bilmək istəyirsinizsə, kanalıma abunə olun və videonu bəyənməyi unutmayın.